Səni. Selamun aleyküm. Salam. Nasim rayonunun rəisidir. Yox. Nömrəni götürmüşəm, burada mən atıblar Nasim rayonunun rəis. Elə bildim nömrəsini ona görə. Sən Nəsim, səni harada atıblar? Mənim qohumum atıb ki, orada mayor işləyir deyə. Necə? Mənə qohum atıb, deyib ki, orada əvvəl tanışız olub kimin olub. Bəlkə nömrəni təzə almışsınız. Polis sahə rəisi. Ha. Sahə Bu rəisi. nömrə atıb. Bu nömrə atıb da sizə, hə? Bu nömrə. Bəli, 74-70, bəli. Şahbazov, Fazil. Ha. Mobil Fazil oğlu. Ha, mənəm. Şahbazov Mobil Faziloğlu mənəm. Mən sənə pul atmışam. Yox, nömrə veriblər mənə, zəng vurmağa. Kim verib nömrəni? Əmim oğlu Fazil verib mənə. Fazil verib. Hey, adaşız. Harada yaşayır? Nəsimi rayonunda elə. Sən harada atıblar pullar nə olub? Pul atmayıblar, nömrə veriblər ki, zəng vur şikayətini bildir. Bildimi, nə şikayəti bilirsən də görün. 22-ci polis bölməsinin yanında fala baxan adam var. Düz 22-ci polis bölməsi. 22-ci polis bölməsi. Sən 22-dən kimin nömrəsi var səndə? Şu bölmənin nömrəsi var səndə? Ha. Gəlin sizə istəyirsiniz adamın videosuna qədər atım. Ehtiyac yoxdur, mən orada işləmirəm. Gözdə sən bir nömrə verim, oranla əlaqə saxla. Adamın nömrəsi var birbaşa. 22-ci polis bölməsi. İndi bu saat yayında da 50 manata adam qəbul edirdi. Qardaş, mən o şöbədə işləmirəm. Mən sənə deyirəm ki, ikinci bölmədə telefon, əməkdaşın nömrəsi mobil nömrəsi varsa zəhmət olmasa başvə dönüm. Yönləndir, sən də problem yaşama. Sənə heyran olaram. Mən problem yaşamayım. Hadi yəni belə başvı niyə ağrıdım? Cəmaət sənin yanına narahat eləsin. Qoy orada əziyyət çəkənləri narahat eləyək. Ay kişi, sən mənim başımı ağrıda bilməzsən. Biraz danışanda bir diqqətli danış. Kameranı aça bilərsən, sənə heyran olum. Necə? Kameranı aça bilərsən, imkan varsa. Yox, açmıram kameranı. Mən açmışam kameranı. Mən kameranı açmışam amma. Mən deyirəm ki, oradakı adamın nömrəsini verin mənə. Sizdə problem yaşamayın. 055 Gözləyim bir dəqiqə. 055 867 867 00 00 25. 25. Bir dənə də nömrə verəcəm sənə. O, yəni bunun adı Kamrandır. O Aha. 22-ci bölmədə işləyir. Kamran. Bu Kamrandır. Kamran. Kamran. O Kamrandır. Digərində deyim sənə bir dənə səbir o. Bir dolar, bir yeri yavru, 20'leri. İzzət. İbrahim. Cüddəqə. Kamran. 055 055 694 694 00 00 00. 00 Ha. Təşəkkür Orada edirəm. o 22-ci bölmədə əməkdaşlar da onlar. Yəni sənin sözün varsa orada onlar bilir də, inzibati ərazini onlar bilir. Oldu, sən Allah sənin balanı saxlasın. Sağ ol dada. Sağ ol, çox sağ ol. Sağ ol. Mən kömək lazımdır sənə göstərərlər. Var ol dada, var ol. Çox sağ ol. Nə problem yaradacaqsın? Bir. Kameranı açan kimi səs tonu dəyişir. Bir dənə mənə dəqiq adres atarsınız, mən taksini birbaşa ora vuram. Konum ata bilərsiniz mənə birbaşa taksini ora vurun. Atılacaq konum yazın mı? Sadəcə yazın. Ya, bir saat yarım sonra yazın, mənə konum atın elə bil, mən gəlim. Amma adres olsun, çünki taksini birbaşa konumdan vuracaq. Bir saat yarım bir dəqiqə. Bəlkə O vaxtda da gec olur qardaş. Bir saat. Məsləhət. Valla səhər saat 9-da taksi danışmışıq. Nə deyir bu? Bir yarım saata bəlkə, siz mənə konum atın, bir görün bəlkə yol yarım saatda taksi. Mən yazmalıyam, sonra gəlməlisən. Yazılmadan qəbul. Mən taksiyə baxım deyim də sizin başa dönüm, yalan niyə deyim sizə? Siz baxın görün nə vaxtda gəlir, masana zəng yerin deyin də. Mən bilmirəm axı taksi ora nə qədər üstə, mən şəhəri tanımıram, sizə heyran. Nəsim rayonu 22-ci polis bölməsinin yanı, onu hamı tanıyır. 22-ci polis bölməsi, Nəsim rayonu. Adın nə yazın? Mən dükkanın adını nə yazın? 22-ci polis bölməsi. 22-ci düz boy. Ay sağ ol, 22-ci polis bölməsi. Önündədir, yan-yanadır. Adı var oranın, mən yəni gəlim də ora birbaşa gəlim sizə zəng çək. Qardaş, gəl Nəsim rayon polis idarəsinin yanına gəl, mən çıxacam, görəcəm sizi də. Yaxşı, Siz bunu görə taksına var gəlir, gec gəlirsə vurmayın. yaxşı, yaxşı.
Yaxşı. O. Düz 22-ci polis bölməsinin yanında fala baxırlar 50 manata. 28-də 22-ci polis bölməsinin düz yanında adamın yanında qəbulda da adam var idi. Yemək yirdi, adam qadın dedi ki gözlə 22-ci polis bölməsinin yanında düz fala baxırlar. 50 manata. Bir fəhlə günü 10 manata işləyir. Analarımız səhər çıxıb sübdə küçə süpürürlər 13 manata. Düz 22-ci polis bölməsinin yanında bu adam dəladuzluq elib fala baxır. Və bizim polislərimiz də buna göz yumur. Səhər bunun haqqında video çəkəcəm. Etibar yaşam kodu. Ha? Qəbula gəlmək üçün profildə əlaqə nömrəsi var. İnşallah həmin nömrədən əlaqə saxlayın. Bütün məlumatlar, bütün sualların cavabı o nömrədədir. Qəbula gəlmək üçün profildə əlaqə nömrəsi var.